gündəmdir. Hansı ki, qaynatası tərəfindən, təbii ki, şəhid atası atasıdır, gəlinini, şəhidin həyat yoldaşını qətlə yetirdi. Fərqli açıqlamalar var. Çox fərqli açıqlamalar var. Bir hissəmiz inanırıq, bir hissəmiz inanmırıq. Fərqli yanaşmalarımız var. İnsan səhv edə bilər, amma onu qətlə yetirmək təbii ki, olmaz. Onu kim edibsə cəzasını alacaq, necə lazımdır. Amma bizim bəzi kişilərimiz, təbii ki, mən qeyrətli kişilərimizdən danışmıram, vətənpərvər, qadınlarımıza dəyər verən, analarımıza dəyər verən, qız uşaqlarımıza dəyər verən kişilərdən danışmıram. Mən o kişilərdən danışıram ki, onlarda bax bu qədər xırdaca, buğda boyda, arpa dənəciyi boyda qeyrət yoxdur. Üzümü Ruslana tuturam, hansı ki, qətlə yetirilən qadınla görüşüb. Fərqi yoxdur. Bir ay görüşüb, 10 gün görüşüb, bir il görüşüb, münasibətləri olub. Ruslan, mənə danışıblar, deyirlər ki, Ruslan tez-tez qeyrətdən, namusdan danışardı. Belə namuslu, qeyrətli kişi şəhidin həyat yoldaşına görüşərmi? Sən o şəhidin, tutaq ki, onun evində kiçicik bir qələmi vardı, o şəhidin əli, barmaqları o qələmə dəyib. Demək, o evdə onun nəfəsi var, ruhu var. Sən necə o evdə onun qadınına, xanımına yatağa girmirsən? Necə girmirsən? Utanmamsan? Sənin vicdanın yoxdurmu? Dünya doludur arvadlarla. Dünya doludur pozğunlarla. Dünya doludur əxlaqsızlarla. Ged onlarla görüş. Sən nə zibilsən? Sən şəhidin qadınına görüşmək, sonra da o yazıları ictimailəşdirmək. Hansı kişilikdən xəbər verir? Hansı kişilikdən danışmaq olar? Yazırlar, tanınmış bloger, nə bilim, çox məşhur bloger, tiktoker, yox, poster. Sən nə vaxtdan bloger olmusan? Getmirsən şəhidin arvadına yatırsan, özü də tiktoker, bloger. Sənin fəaliyyətin nədən ibarət olub? İşin nədən ibarət olub? Qadınlarla yatmaq, şəhidin arvadına yatmaq, seks yapmaq. Gedmirsən orada bir stəkan su içmisənsə, o şəhidin suyudur. Bilirsən onu? Çünki o qadın o şəhidin külli miqdarda parasını alır, müavinətini alır, pensiyasını alır. Və nəticə budur. Kişilər, bəzi qeyrətli kişilərimiz kiminlə görüşürsünüz, görüşün. Olsa biz sizin qarşınıza ala bilməyəcəyik. Amma yenə də deyirəm, arpa, buğda dənəciyi boyda qeyrətimiz olsun. Bəzi kişilər şəhid arvadına yatmaq, o qanı sizə görə töküb. O qanı tökməyib, şəhid olmayıb ki, sən onun arvadına yatasan. Ruslan, qeyrətin olardı. İndi də açıqlamalar verirsən, onunla yazdıqları ictimailəşdirirsən. Çox tüpürmək istəyərdim. Bilirsən hara? Amma özümü saxlayıram.